Salam dəyərli izləyicilər. Deməli WhatsApp qrupuna bildiyiniz kimi hər gün bir dənə sual atırıq. Artıq demək olar bir yox, 2-3 dənəsini atırıq gün ərzində. Təbii ki, zamanımız olduğunca beləsinə deyək. Amma bir dənə mütləq şəkildə olur da, yəni. Birdən artıq olur ki, əksi olmur. Baxaq indi bu sualımızın izahına. Deməli, bu yuxarı hissələri heç nəsə özünüz oxuyarsınız. Söz yığındı. Qrafdakı hər bir yaşayış məntəqəsi cədvəldəki rəqəmə uyğundur, lakin uyğunluq bilinmir. Cədvəldəki hansı nömrələr diaqramda C və F yaşayış məntəqələrinə uyğundur? Biraz bunu böyüdək. Əla. Deməli, C-nin F-ə. Baxaq görək C-nin F-ə hansı uyğundur. Deməli, siz qrafa baxsaz, qrafa baxanda görürsünüz ki, burada S neçə dənədir? 5 dənə. Baxın, 1, 2, tillərin sayı 5 dənə. 3, 4, bu da 5, düzdür. Bir dənə S-də belədir də, başqa yoxdur. Baxın, bu 2-dir, 2-dir, 3-dür, 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 2-dir, 3-dür, 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 2-dir, 2-dir, bu da 3-dür. Yəni, başqası yoxdur. Bir dənə S-dir ki, 5 dənə tili çıxır. Gəlib cədvəldən 5 dənə ulduzu axtaraq tapaq. 5 dənə ulduz. Baxın, 3-ə baxanda görürsünüz ki, 3, 5 dənə ulduzu var. 3 nə olacaq? S. Düzdürmü? 3-ü tapdıq S. Ondan sonra baxaq, deməli, S-in birləşdiyi 2 tilli təpə. Baxın, görürsünüz, bu 3-ə birləşib. Bu da 3-ə birləşib. Bu da 3-ə birləşib. Bu da 3-ə birləşib. Bir dənə 2-ci Z-dir. Deməli, 2 tilli birləşdiyi 2 tillini tapacam, olacaq nə? Z. Baxın, gəlirəm S-in tillərinə baxıram. Bu ulduza baxıram ki, baxın, görürsünüz, yuxarıda biri var, burada da biri. 3 dənə burada til var. Bu ulduza baxıram, bu ulduz S-in də düzdür. Aşağı düşürəm, görürəm, bircə dənə aşağıda ulduz var, vəssalam. Gəlib, məsəl üçün, buna baxsaz, burada görərsiniz 3 dənədir. Bu da 3 dənədir. Bu da 3 dənədir, düzdür. Mənə hansı lazım idi? 2. Bu 2-ni tapdım. Deməli, baxın, bu tilk var, rəngi dəyişik. Bu tilk var, gəlir bura, 4-ə birləşir. Deməli, 4 nə oldu? Z. Düzdür, indi 4-ümüzə Z-imizi yazaq. 4-ə yazdıq Z. Əla. İndi Z-in birləşdiyi, bax, tilin biri S-dədir, bu heç 5-dədir. Bir dənəsi nədədir? I-dədir, avtomatik. İndi Z nə idi? 4 idi, düzdür. Baxıram ki, bax, bu S-dədir, bu heç. Gedirəm, bax, gedirəm, görürəm ki, bu da birləşib nəyə? Avtomatik i-yə də, yəni burada başqa bir şey yoxdur. I-yə birləşib. Deməli, i-yə birləşib, bu da i-dir. 13-ə nə oldu? I. 13-ə də i-mizi yazaq. Hala. I-nin birləşdiyi 3 tilli təpə. Nədir? T. I-nin birləşdiyi 3 tilli. Baxın, görürəm ki, hansıdır? Bu. İstəsəz buna baxsaz, görəsiniz ki, bu Z-dədir də, yəni. İstəmirsinizsə baxmayın, vaxt itkisi getməz. Deməli, 2-yə nə oldu? T. 2-yə yazdıq T. T-nin birləşdiyi üçlü nədir? Y. T-nin birləşdiyi üçlü. Baxın, bura. Görürsünüz, bu S-dədir, bu heç. Bu da ki, I-dədir, bu da heç. 1-ə nə oldu? Y. 1-ə də yazdıq Y-ni. Da ümid edirəm ki, bura qədər başa düşdünüz də, aydın oldu. Biraz sürətli şəkildə gedik, video çox uzanmasın. Demək, Y-nin birləşdiyi ikili D-dir, Y-nin birləşdiyi üçlü C. Düzdür, Y-ni tapmışıq. Y-nin birləşdiyi ikili nədir? D-dir, 5. 5-ə getdi D. Üçlü nədir? C. Y-nin birləşdiyi digər üçlü hanı? Bura. 6-da nə oldu? C. 6-ya da yazdıq C. Sonra deməli, C-nin birləşdiyi ikili A-dır. C-nin birləşdiyi ikili A-dır. 7-yə nə getdi? A getdi. Buraya nə yapdı? C-nin gəldik. Gördük ki, bu ikililərə birləşib A-ya. Sonra nə qaldı? Nə qaldı? C-nin birləşdiyi üçlü C-dir. C-nin birləşdiyi üçlü. Baxın bu. Boşda qalan üçlü də. Yəni, üçlü başqa da var, Y də var. Sadəcə hal-hazırda birləşməyən hansıdır? C. Yəni, cədvəldə tapmadığımız hansıdır? C. 8 nə oldu? C. C-nin birləşdiyi ikili B-dir. Üçlüdəki F-dir. C-nin birləşdiyi. Baxın, ikili.
B'dir 9. Ondan sonra bu birisi üçlüdə nə idi? F'dir. 12'də nə oldu? F. Əla. Burada bizim nəyimiz qaldı? Deməli, B'nin birləşdiyi üçlü C'dir. C'dən başqa B'nin birləşdiyi buydu B. Hə. B'nin birləşdiyi üçlü C'dən başqa gedirəm baxın buymuş. Burayla B ilə gəldik. Gördük ki bu boşdadır. Bu nədir? C. 11'e getdi C. İşte bir dənə hansı qaldı ki tapmadığımız? K qaldı da düzdür. K'da nə oldu? 10. Əla. İndi bizdən nə istəyir? C yaşayış məntəqələrinə uyğundur. C'ye nə tapdıq? 6. De bura baxanda görsən. 6. F nədir? F hanı? F'də neçədir? 12. Və 12. F'də tapmışıq 12. De burada baxanda görünür, burada baxanda görünür. Cavabımız nə olur burada? A variantı. Ümid edirəm hər bir kəs üçün aydın olmuşdur. Bacardığım qədərini yarıya qədər yavaş-yavaş izah elədim. Ondan sonra biraz sürətli getdik ki, vaxtımız çox getməsin. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı unutmayın. Abunə olmayıb izləyənlər zəhmət olmasa abunə olun. Təşəkkürlər hər bir kəsə.